Suraxanı rayonunda Gənclər Gələcək Sizinlə Gələcək adlı bayram tədbiri keçirilmişdir. 2 fevral 2026-cı il tarixində Suraxanı rayon Heydər Əliyev mərkəzində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının, Suraxanı rayon icra hakimiyyətinin və Suraxanı rayon Heydər Əliyev mərkəzinin birgə təqdimatında 2 fevral Azərbaycan Gəncləri Günü və Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinin 30 illik yubileyinə həsr olunmuş Gənclər Gələcək Sizinlə Gələcək adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səslənib. Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov gəncləri təbrik edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev ölkə gənclərinin ilk forumunu təşkil etdi və 2 fevral Azərbaycan Gəncləri Gününü ərmağan etdi. Məhz bu tarixdən sonra gənclərin önü açıldı. Vüqar Seyidov onu da vurğulamışdır ki, heç kimdə şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident Yeni Azərbaycan Partiyasının sədri Müzəffər Ali Başkomandan cənab İlham Əliyev bir çox digər sahələrdə olduğu kimi Azərbaycan gəncliyinin inkişafında da Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirmiş və daha da zirvələrə daşımışdır. Cənab Prezidentin Azərbaycanda gənclərin inkişafı naminə həyata keçirdiyi islahatlar bu gün öz nəticəsini verməkdədir. Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini Könül Axundova çıxış edərək bildirdi ki, Gənclər Günü ölkəmizdə gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycan gəncliyi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq daim diqqət mərkəzində saxlanılır. Könül Axundova qeyd edib ki, ölkə başçımız tərəfindən imzalanan fərman və sərəncamlar qəbul edilən dövlət proqramları gənclərin hərtərəfli inkişafına xidmət edir və bu siyasətin əsas məqsədi milli mənəvi dəyərlərə bağlı müasir dünya görüşünə malik gənclərin yetişdirilməsidir. Eyni zamanda Azərbaycanın davamlı inkişafının və güclü gələcəyinin təminatıdır. Suraxanı rayon Heydər Əliyev mərkəzinin direktor səlahiyyətlərinə müvəqqəti icra edən Zəkiyə Hacıyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəalı Fatimə Pənahova və gənc tədqiqatçısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Diplomatiya Könüllüləri qrupunun və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəal üzvü Hüseyin Quliyev öz növbələrində çıxış edərək dedilər ki, dünya gəncləri arasında özlərinə məxsus günləri olan gənclərin sayı çox azdır. Bu sadəcə qayğı, diqqət deyil, həm də gənclərin daxili enerjilərinin, özlərinə güvənlərinin artması səbəbidir. Ulu Öndər Heydər Əliyevin xalqı və xalqının işıqlı gələcəyi qarşısında müstəsna xidməti idi. Suraxanı rayonunun ictimai və ictimai siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. Daha sonra tədbirin bədii hissəsi Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəal gənclərinin nümunəvi çıxışları ilə davam etmişdir.